Batumidə bugün xeyriyyə və təhsil mərkəzi Betleyemin tikintisinə başlanılıb. Mərkəz Batumi Lazeti yeparxiyasının himayəsi altında fəaliyyət göstərəcək. Burada ahıllar üçün sığınacaq, eləcə də məktəbə qədər yaşlı uşaqlar üçün tədris mərkəzi fəaliyyət göstərəcək. Tikintinin təməl qoyma mərasimində Gürcüstanın baş naziri İrakli Qobaxidze iştirak edib. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti ölkənin 9 regionunda korrupsiya ittihamı ilə 28 nəfəri saxlayıb və cinayət məsuliyyətinə cəlb edib. Onlar 14 müxtəlif cinayət işi üzrə, o cümlədən rüşvət alma, saxta rəsmi sənədlərin hazırlanması və satılması, qrup halında kommersiya məqsədi ilə rüşvət alma, dövlətə məxsus pul və torpaq sahələrinin dələduzluq yolu ilə mənimsənilməsi, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə faktları ilə itham olunurlar. Bu barədə məlumat Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə açıqlanıb. Brifinqdə bildirilib ki, dövlət satın almaları çərçivəsində dövlət vəsaitlərinin dələduzluq yolu ilə mənimsənilməsi ilə bağlı 5 ayrı cinayət işi üzrə 3 nəfər saxlanılıb, 11 nəfərə isə rəsmi ittiham irəli sürülüb. Gürcüstan prokurorluğu və ABŞ-ın Gürcüstandakı səfirliyinin regional təhlükəsizlik xidmətinin birgə keçirdiyi əməliyyat nəticəsində ABŞ-da sığınacaq almaq məqsədi ilə Gürcüstan vətəndaşları üçün saxta hekayələr və sənədlər hazırlayan daha bir cinayətkar qrupun üzvləri ifşa edilib. Prokurorluq Gürcüstan vətəndaşlarının xarici ölkədə qanunsuz qalmasına köməklik göstərilməsi, ABŞ-da sığınacaq almaq üçün yayılan məlumatların təqdim edilməsinin təşkili və saxta rəsmi sənədlərin hazırlanaraq yayılması faktları üzrə daha 4 nəfərə ittiham irəli sürüb. İstintaqın məlumatına görə qrup üzvləri vətəndaşları inandırırdılar ki, hazırladıkları saxta sənədlər və uydurulmuş hekayələr vasitəsilə ABŞ-da asanlıqla sığınacaq ala biləcəklər. Cinayətkar qrup bu fəaliyyət nəticəsində 675.794 lari, 388.526 ABŞ dolları və 4.964 avro məbləğində qanunsuz gəlir əldə edib. Bu cinayət təməlli 7 ilə də yazaltıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Tbilisi şəhər məhkəməsində sabotaj işi üzrə təqsirləndirilən 8 siyasətçinin məhkəmə prosesi davam edir. İclasda ittiham tərəfinin təqdim etdiyi 5 şahid dindirilir. Söhbət Nanak Akabadze, Vato Şakarşvili, Levan Nikolayişvili, Bidina Georgobiyani və Gela Nikolayişvilidən gedir. Şahidlərin sözlərinə görə onlar prokurorluğa müraciət edərək iş üzrə istintaqın başlanmasını tələb edib və topladıkları materialları təqdim ediblər. Onların iddiasına görə təqsirləndirilən şəxslərin fəaliyyəti, atdıkları addımlar və verdikləri bütün bəyanatlar dövlət əleyhinə cinayət əlamətləri daşıyır. Məhkəmə prosesində təqsirləndirilən siyasətçilərin bir qismi iştirak edir. Onlar işi absurd adlandırır və bildirirlər ki, 45 cildlik cinayət işində onların təqsirini sübut edən heç bir dəlil yoxdur. Təqsirləndirilən şəxslərin fikrincə, məhkəmədə dindirilən şahidlərə bu cür ifadə vermək və prokurorluğa müraciət etmək tapşırılıb. Xatırladaq ki, baş prokurorluq Mixail Saakashvili, Georgi Vaşadze, Nika Gvaramya, Nika Meliya, Zurab Çaparidze, Elena Xoşdarya, Mamuqa Xazaradze və Badri Xazaradzeyə qarşı cinayət təqib başladıb. Prokurorluğun məlumatına görə iş dövlət əleyhinə törədilmiş cinayətlərə, o cümlədən sabotaj xarici dövlətə düşmən fəaliyyətində yardım göstərilməsi, Gürcüstanın konstitusiya quruluşu və milli təhlükəsizliyi əleyhinə fəaliyyətin maliyyələşdirilməsi, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlarla bağlıdır. Bu iş üzrə Georgi Vaşadze, Zurab Çaparidze və Nika Gvaramya 30.000 lari, Mamuqa Xazaradze və Badri Xazaradzeyə isə 1 milyon lari məbləğində girov qətimkan tədbiri seçilib. Kino rejissor Goga Xaindrava Formula televiziya şirkətinə qarşı qaldırdığı mülki iddianı unudub. Məhkəmə Goga Xaindravanın iddiasını təmin edib və Formula telekanalına efirdə yayımlanmış onun şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatı təqsib etmək öhdəliyi qoyub. Bundan əlavə, məhkəmənin qərarı ilə televiziya şirkəti 10.000 lari məbləğində mənəvi zərəri ödəməlidir. Müdafiə tərəfi qərardan apellyasiya şirkəti verməyi planlaşdırır. Kutaisi Apellyasiya Məhkəməsinə bədənçilərin işi üzrə məhkəmə prosesi keçirilib. Saxlanılan şəxslərə dəstək olmaq üçün Ciaturada mədənçilərin yaxınları və həmkarları Kutaisiyə gəliblər. Məhkəmənin qərarını ehtimal ki, 21 iyulda elan edəcəyi gözlənilir. Xatırladaq ki, Kutaisi şəhər məhkəməsi Georgi Neparedzeni və Merab Saralidzeni 6 il 3 ay, Arçil Çumburoidzeni və Tengiz Gölesənini isə 4 il 3 ay müddətində azadlıqdan məhrum edib. Müdafiə tərəfi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət
sirayət edib. Merab Saralidze, Georgi Neparidze, Archil Cumburidze və Tengiz Qvelasiyani 29 aprel tarixində cinayət işi çərçivəsində saxlanılıblar. İstintaq əvvəlcə Cinayət Məcəlləsinin 118-ci maddəsinin 2-ci hissəsi qrup halında qəsdən sağlamlığa az ağır xəsarət yetirmə maddəsi ilə başlanılsa da, sonradan onlara qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. İraq İlk Obaxidze ATƏT Parlament Assambleyasının Gürcüstanla bağlı qəbul etdiyi tənqid qətnaməyə münasibət bildirib. Baş nazirin qiymətləndirməsinə görə sənəd aşağı keyfiyyətlidir və təşkilatın nüfuzuna xələl gətirir. Obaxidze bildirib ki, Gürcüstan ATƏT Parlament Assambleyası ilə əməkdaşlığı davam etdirəcək. Lakin bu əməkdaşlığın səviyyəsi Assambleyanın gələcək fəaliyyətindən asılı olacaq. Onun sözlərinə görə Avropa İttifaqının digər qurumlarında olduğu kimi ATƏT Parlament Assambleyasının da siyasi qisas alətinə çevrilməsi Avropada fəaliyyət göstərən qondarma Deep State ilə əlaqəlidir. Baş nazir hesab edir ki, Gürcüstan hakimiyyətinin itaət etməkdən imtina etməsi ölkəni cəzalandırmaq istəyinin əsas səbəbidir. Müxalifət isə qətnamənin məzmununu dəstəkləyərək bildirir ki, bu sənəd Gürcü arzusunun siyasətinin nəticəsidir. Xatırladaq ki, ATƏT Parlament Assambleyası Haqa qətnaməsini ötən həftə qəbul edib. Gürcü deputatlar sənədi iclas zamanı kəskin tənqid edərək səs vermədən əvvəl etiraz əlaməti olaraq iclası tərk ediblər. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Qayaq Alasın Gürcüstanla bağlı verdiyi mesajlar Tbilisidə müxtəlif reaksiyalara səbəb olub. Hakim Komandak Alasın bəyanatını tənqid edərək bildirib ki, Gürcüstan dövlət maraqlarına əsaslanan siyasətini davam etdirəcək. Qayaq Alas Gürcü arzusu ilə Qaradəniz təhlükəsizlik siyasəti çərçivəsində əməkdaşlığın necə göründüyü barədə suala cavab olaraq deyib ki, Avropa İttifaqı Gürcüstan hökumətini dəstəkləmək niyyətində deyil. Əsas məqsədi isə Gürcü xalqına dəstək verməkdir. Kalasın sözlərinə görə Avropa İttifaqının Gürcüstanla bağlı müəyyən çətinlikləri var. Çünki hazırda hökumətlə münasibətlər demək olar ki, mövcud deyil. Bu səbəbdən Avropa İttifaqında Gürcü xalqına elə dəstək göstərməyin yolları müzakirə olunur ki, onlar Avropa perspektivində olan ümidlərini itirməsinlər. Şanxay-Tbilisi istiqamətində birbaşa avia reyslər başlanılır. İlk reys 15 iyul tarixində Tbilisi Beynəlxalq Hava Limanına enəcək. China Eastern Airlines aviaşirkəti Şanxay-Tbilisi-Şanxay marşrutu üzrə həftədə 3 dəfə müntəzəm uçuşlar həyata keçirəcək. Gürcüstanın paytaxtı ilə Çinin 24 milyon əhalisi olan əsas maliyyə, texnologiya və turizm mərkəzi arasında birbaşa hava əlaqəsinin açılması barədə yekun qərar İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Maryam Körüşvilinin bu ilin aprel ayında Çin Xalq Respublikasına səfəri çərçivəsində China Eastern Airlines rəhbərliyi ilə keçirilən görüşdə qəbul edilib. Heyvəndləmə proqramlarının gücləndirilməsi və mümkün təhlükələrə daha yaxşı hazırlıq məsələləri qripə qarşı peyvəndləmə proqramının tətbiqinə həsr olunmuş regional görüşdə müzakirə olunub. Tədbirdə Səhiyyə naziri Mixail Sacueladze iştirak edir. Tədbirin ilk günündə nazir peyvəndləmə sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətindən danışıb. İştirakçılar qarşısında ABŞ səfirinin səlahiyyətlərini icra edən Alan Purcell-də çıxış edib. ABŞ-ın dəstəyi ilə keçirilən 3 günlük tədbir çərçivəsində qrip, respirator sinsual virus və digər tənəffüs yolu xəstəlikləri ilə bağlı işçi görüşlər və panel müzakirələri təşkil olunur. Görüş zamanı müxtəlif ölkələrin nümayəndələri və ictimai səhiyyə üzrə ekspertlər öz təcrübələrini bölüşəcəklər. Tədbirdə Ümumi Dünya Səhiyyə Təşkilatının, ABŞ xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin nümayəndələri, yerli mütəxəssislər və digər dəvət olunmuş qonaqlar iştirak edirlər.